Müşavirə geniş şəkildə Azərbaycanın gələcək rəqəmsal yol xəritəsinə dair izləniləcək strategiyanın ilkin təməlləri orada qeyd olundu. Məsələ bu istiqamətdə daha geniş məlumatı sizdən öyrənək. Müşavirə konkret olaraq idarəçilik, həmçinin struktur olaraq hansı dəyişiklikləri nəzərdə tutur və ölkə prezidenti tam olaraq hansı tapşırıqları burada qeyd etdi? Ölkə başçısı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən bu müşavirə bir daha sübut etdi ki, Azərbaycan yalnız enerji və logistika mərkəzi olaraq deyil, həmçinin regionda rəqəmsal aparıcı dövlət mühitinə keçilməlidir və bununla bağlı hansı ki, bəzi tapşırıqlar verildi. Bunların içində əsasən vahid platformaların yaradılması, hansı ki, bütün belə deyək, məlumatların bir pəncərə prinsipi ilə vahid platforma üzərindən verilməsi, həmçinin vətəndaşların və dövlət qurumlarının göstərdiyi xidmətlərin, yəni daha doğrusu vətəndaşların bu xidmətləri daha asan əlçatandığının təmin edilməsidir ki, yəni buna misal hal-hazırda təqdim olunan MyGov elektron hökumət informasiya sistemi portalı var ki, bunun üzərindən bütün hansı ki, digər yaradılan portalların tədricən ləğv edilərək bu portal üzərindən keçirilməsi tapşırıldı. Bu tapşırığın belə deyək, əsas istiqamətində hansı ki, dövlət qurumlarının bilirsiniz, hazırda bəzilərinin platformaları və özləri üçün hazırladıqları tətbiqlər var ki, bu da vətəndaşlar üçün də biraz uzun yola gətirib çıxardır. Yəni, vətəndaş tutalım ki, məsələn, hansısa bir dövlət qurumundan bir arayış alacaqsa, həmən dövlət qurumunun həmən portalını yükləməlidir ki, o arayışı oradan çıxarsın və digər bir quruma və yaxud digər bir portala bu məlumatı yerləşdirsin və bu da təbii ki, həm vaxt itkisidir, həm də ki, vətəndaşın belə deyək, bu prosesləri daha çətin formada etməsinə gətirir çıxarır. Amma cənab prezidentin tapşırığı ilə bu artıq bir vahid strukturla belə deyək, formallaşacaq, hansı ki, vətəndaş MyGov platforması üzərindən bütün bu məlumatları ala biləcək. Hətta bu qurumlar arası inteqrasiya tamamlandıqdan sonra tutalım ki, vətəndaş hər hansısa bir məlumatı çıxartmaq istəyir və bu bir neçə qurumu əhatə edirsə, həmən məlumatlar qurumların bazalarından çəkilməklə həmən məlumatı bir hissədən çıxara biləcək. Və həmçinin burada süni intellektin hansı ki, dövlət qurumlarında tətbiqinin genişlənməsi istiqamətində də tapşırıq verildi. Bu da təbii ki, süni intellektin burada əsas rolu nə olacaq? Dövlət qurumlarında bilirsiniz, hal-hazırda elə götürək sənədlərin hazırlanmasında, hansı ki, audit aparılmasında vaxt itkisi belə deyək, baş verir. Yəni, həmən sənədləri incələmək, müəyyən hansı ki, nöqsanları çıxartmaq, onların daha çox vaxt itkisinə səbəb olur. Amma süni intellektin tətbiqi ilə bilirsiniz, süni intellekt alətləri var ki, bu süni intellekt alətlərinin köməyi ilə biz həmən nöqsanları daha asan, daha tez bir variantda çıxara bilirik. Və bunun istiqamətində də müəyyən tapşırıqlar verildi. Əlavə olaraq, bu hansı ki, dövlət qurumlarında misal olaraq göstərək, vətəndaş dövlət qurumuna müraciət eləyir, vətəndaş çağrı mərkəzinin hansı ki, ona cavab verilməyini gözləyir. Amma bu süni intellektin hansı ki, istifadəsi zamanı müəyyən məlumatları süni intellekt qəbul eləyəcək, özü hansı ki, araşdıracaq və vətəndaşa ilkin olaraq o məlumatı süni intellekt vasitəsilə ötürüləcək. Əlavə olaraq, cənab prezidentin verdiyi tapşırıqlardan biri də dövlət qurumlarında hansı ki, bu rəqəmsallaşma, süni intellekt və kiber təhlükəsizlik üzrə məsul şəxsin olmasıdır ki, hal-hazırda dövlət qurumlarında IT üzrə məsələn şöbələr və ya strukturlar mövcuddur, amma bunun daha belə deyək, daha professional şəkildə operator rolunda oynayan bilirsiniz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə koordinasiyada daha sürətli, daha cəld formada olmasına gətirib çıxaracaq ki, hansı ki, dövlət qurumunda o sahə üzrə bir məsul şəxs və bu prosesin bütün koordinasiyasını aparacaq və hansı ki, bu rəqəmsallaşma, süni intellekt və kiber təhlükəsizlik üzrə strategiyalar hazırlanan zaman həmən məsul şəxsin orada rolu böyük olacaq. Çünki proses daha tez olacaq, daha sürətli olacaq. Elə misal çəkək ki, biz məsələn bununla bağlı dövlət qurumlarından hər hansısa bir məlumat istəyəndə bu proses baxırsınız ki, biraz gecikir. Əvvəl bu rəqəmsallaşma
seçim idisə, hal-hazırda seçim deyil, bu zərurətdir. Ona görə bu istiqamətdə də hansı ki, ölkə başçısının verdiyi tapşırığa əsasən dövlət qurumlarında məsul şəxslərin olmağı bu istiqaməti də daha irəli səviyyəyə aparacaq və prosesin daha cəld, daha tez formada olmasına gətirib çıxaracaq. Əlavə olaraq həmən müşavirədə kadr potensialı ilə bağlı yenə tapşırıq verildi. Xüsusilə qeyd elədi ölkə prezidenti. Çünki belə deyək, təbii ki, biz bugün hansı ki danışırıq data centerlərin və süni intellektin hansı ki tətbiqi məsələsinin, bunun ilk başçısı növü kadrdır. Yəni, təbii ki, biz avadanlıqları qura bilərik, server qura bilərik, şəbəkə avadanlıqları qurula bilər, amma bunların idarə edilməsində o kadrlar olmalıdır. Üzr istəyirəm, Etibar müəllim, həm də reallıqdır ki bu. Nə qədər rəqəmsallaşma, bu yəni inkişaf olsa da, ancaq elektrik kəsilən zaman, internet gedən zaman geridə bir kağız qələm qalır və onu da yazacaq, pozacaq, profesional bir kadr qalır. Bu da dövrün bir tələbidir. Bəli. Yəni, ona görə bu kadr potensialı da əsas bu tapşırıqların əsas istiqamətlərindən biri idi ki, hansı ki, orta məktəblərdə bu sahəni başlayıb, ali təhsil müəssisələrinə daxil olduqdan sonra bu sahə daha da genişlənəcək, orada praktiki sahələrlə məşğul olaraq gələcəkdə, belə deyək, tam bir kadra yetişdiriləcək və ondan sonra dövlət qurumlarında hansı ki, iş fəaliyyətinə başlayan zaman böyük bir töhfə göstərəcəklər onlar. Bu rəqəmsallaşma hansı ki, inkişaf etdikcə bunun təhlükəsizlik tərəfi də ortaya çıxır. Çünki bilirsiniz, nə qədər rəqəmsallaşma çox olarsa, bunun təhdidləri çox olacaq ki, biz bununla bağlı hansı ki, cənab prezidentin vurğuladığı kimi, keçən il hansı ki, ölkəmizdə olan o kiber hücumların hansı ki görmüşdük və bu sahə üzrə də ölkə başçısının tapşırığına əsasən kiber təhlükəsizliyi üzrə də işlər aparılmaqdadır və bunun üçün məsələn ölkədə kiber təhlükəsizliyi mərkəzi yaradılıbdır və kiber təhlükəsizliyi mərkəzində də hansı ki həmən kadrların yetişdirilməsi başlanılıbdır. Etibar müəllim, bəli, siz qeyd elədiniz, ölkə prezidenti xüsusilə vurğuladı ki, rəqəmsallaşma, süni intellekt dövlət qurumlarında əhatə dairəsi genişlənməlidir, geniş vüsət almalıdır. Hətta burada sadəcə dövlət qurumlarının deyil, özəl təşkilatları da qeyd elədi. Dövlət dəstəyi vasitəsilə burada süni intellektin inkişafı təşviq olunmalıdır. Bu istiqamət də vurğulandı. Bugün rəqəmsallaşmanı dəstəkləyən Azərbaycanda mövcud normativ bazada nələr vardır? Belə deyək, bu hüquqi baza üzərində demək olar ki, işlər görülmüşdür. Hansı ki, ölkə üzrə elektron imza və elektron sənəd haqqında qanun, Hüseyn müəllimin qeyd elədiyi kimi, əsasən rəqəmsal inkişaf konsepsiyasının hazırlanması istiqamətində və əlavə olaraq informasiyalaşdırma üzrə kritik infrastrukturlarla bağlı qanunlar hansı ki, imzalanmışdır, təsdiqlənmişdir və artıq bu istiqamətdə hansı ki, işlərin görülməsinə başlanmışdır. Bəs Naxçıvan Muxtar Respublikasında rəqəmsallaşma yönündə olan infrastruktur, iqtisadiyyat, startap ekosistemi, innovativ mühit, bununla bağlı mövcud inkişaf hansı mərhələdədir? Müşavirədə qeyd olunduğu kimi, Azərbaycan Respublikasında onlayn Azərbaycan layihəsi çərçivəsində demək olar ki, ən ucqar nöqtələrə belə yüksək sürətli internetin verilişi təmin edilmişdir və əlavə olaraq hansı ki, cənab prezidentin qeyd etdiyi şərq dəhlizi üzərindən fiberoptik xətlərin çəkilişi prosesi davam etdirilir və gələcəkdə bunun qərb üzərindən də davam etdirilməsi nəzərdə tutulmuşdur ki, yəni bu qərb dəhlizi də təbii ki, Naxçıvan Muxtar Respublikası üzərindən keçməklə hansı ki, Naxçıvan Muxtar Respublikasının burada tranzit hansı ki, rolunu oynamağına gətirib çıxarır və biz də bu sahə üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq işlərin görülməsini davam etdiririk. Hansı ki, Muxtar Respublikada hal-hazırda biz yüksək sürətli internetin verilişinə demək olar ki, başlamışıq. Yaxın günlərdə yəqin ki, Naxçıvan şəhərində bu istiqamətdə hansı ki, internetlərin verilişi başlanılacaq və ondan sonra etap-etap Muxtar Respublikanın digər rayonları və kəndləri də hansı ki, yüksək sürətli internetdən təmin olunacaq. Əlavə olaraq rəqəmsallaşma istiqamətində idarələr arası elektron informasiya mübadilə sistemi yaradılmışdır ki, Muxtar Respublikada fəaliyyət göstərən dövlət qurumlarının 60-dan çoxu bu sistemə qoşulub və hal-hazırda həmən qurumlarda sənəd mübadiləsi həmən sistem üzərindən daha çeviş, daha təhlükəsiz şəkildə aparılır. Əlavə olaraq Muxtar Respublikada rəqəmsallaşma istiqamətində elektron imza və elektron hökumət portallarından istifadə də artmışdır ki, hansı ki, elektron imza üzərindən
belə deyək, işlərin aparılması, həmçinin SİMAYın üzərindən işlərin aparılması bu gün Naxçıvan Muxtar Respublikasında da əsas prioritetdir. Biz elektron imza üzrə keçən ilə nəzər salsaq, 600-dən yuxarı elektron imza, hansı ki, təmin, belə deyək, qanunvericiliyə uyğun şəkildə hazırlanıb və istifadəçilərə təqdim edilib və son hansı ki, 3-4 ilə baxsaq, bu istiqamətdə hansı ki, 3000-dən çox elektron imza təhvil verilibdir. Yəni, bu da hansı ki, rəqəmsallaşmanın Muxtar Respublikada təsirini göstərir. Əlavə olaraq bu sahə üzrə biz internet resurslarını göstərə bilərik ki, məsələn, Muxtar Respublikada əvvəl olan internet resursları təhlükəsizlik tərəfindən müəyyən boşluqlar var idi. Biz hansı ki, keçən il ərzində 70-dən artıq qurumun internet resursunun monitorinq apardıq və həmən internet resursları mərhələli şəkildə dayandırıldı və həmən resurslar yenidən hazırlanaraq tam təhlükəsizlik şəkildə auditə aparıldıqdan sonra Qovaz segmentində yerləşdirildi və bu hansı ki, o segmentdə yerləşdirilən internet saytlarının həmən domenlərə uyğun olaraq da hansı ki, dövlət qurumları həmən təhlükəsiz rəsmi meyllərlə də təmin olundu və bu istiqamətdə də işlər davam etdirilir. Əlavə olaraq, hansı ki, Muxtar Respublikada bilirsiniz, innovasiya mərkəzinin açılması da elə bu istiqamətdə görülən işlərə misal deyə bilərik. Qarşıdakı vaxtlarda planlayırıq ki, Muxtar Respublikada hansı ki, kiber təhlükəsizlik üzrə də işlər aparılsın və kiber təhlükəsizlik mərkəzinin regional mərkəz olaraq Muxtar Respublikada da fəaliyyətinə başlansın və burada da hansı ki, o qeyd etdiyimiz Cənab Prezidentin də tapşırıqlarda qeyd etdiyi kimi kadr potensialının sırf kiber təhlükəsizlik üzrə də hansı ki, iş aparılmasına başlanılsın. Etibar müəllim, çox mühüm məsələləri qeyd etdiniz. Xüsusilə də biz nə üçün Naxçıvan Muxtar Respublikasını vurğulayırıq? Məlumdur ki, Zəngəzur dəhlizinin açılması perspektivində Muxtar Respublikaya olan maraq və diqqət də xüsusilə artacaqdır. Evet. Məsələ, ölkə prezidentinin qeyd etdiyi kimi nəqliyyat və enerji dəhlizi çərçivəsində fiberoptik dəhlizləri, məsələ konkret olaraq Zəngəzur dəhlizi demək olar ki, mövzusunda da qeyd olunur ki, paralel şəkildə inkişafı diqqətdə saxlanılsın. Biz vurğuladıq, Cənab Prezident qeyd elədi ki, siz də geniş açıqladınız. Dövlət qurumlarında məhz bu istiqamətdə mavin və yaxud da hər hansı bir ştatın yaradılması. Bu artıq zərurətdən irəli gələn günün tələbidir. Bax, siz məhz rəqəmsallaşma istiqamətini əsas mərkəzi orqan olaraq dövlət qurumlarından daimi koordinasiyadasınız. Belə bir ştatın yaradılması işdə, gedişatda tam olaraq nəyi asanlaşdıracaq, hansı çətinlik yaradan götürüləcək, xüsusilə buna ehtiyac var? Belə deyək, əvvəl dövlət qurumlarında hansı ki, bu rəqəmsallaşma dövrü başlamamışdan qabaq bu sahə üzrə elə çox ehtiyac mövcud deyildi. Amma hal-hazırda belə deyək, dövlət qurumlarını IT sahəsi üzrə düşünmək olmaz. Çünki biz elektronlaşma dövründəyik, rəqəmsallaşma dövründəyik. Bütün proses bu hansı ki, informasiya texnologiyaları... Heç bir qurum kənarda qala bilməz. Heç bir qurum qala bilməz. Çünki az öncə qeyd etdiyim kimi də hal-hazırda bu rəqəmsallaşma hansısa bir seçim deyil. Bu zərurətdir. Biz elə öz qurumumuz üzərindən götürsək, dövlət qurumlarına hansı ki, informasiya texnologiyaları sahəsi üzrə müəyyən məlumatlar istəyəndə baxırsınız ki, müəyyən çətinliklər yaşayırlar. Elə qurum var ki, buna belə deyək, tam kadr olaraq hazır deyil. Kadr olaraq hazır deyil və elə məlumatlar var ki, onları tam olaraq anlaya bilmirlər və bunun hansı ki, zərurliyini başa düşə bilmirlər ki, bu məlumatı hansı vaxt ərzində vermək lazımdır. Çünki qeyd etdiyimiz kimi, Hüseyn müəllim də bayaq qeyd elədi, hal-hazırda ölkədə kiber təhlükəsizlik üzrə müəyyən işlər aparılır və belə deyək, bizim hansı ki, o itirdiyimiz anlıq bir vaxt belə bizim məlumatların ikisinə gətirib çıxara bilər. Bəli, o zamandan yarışırıq biz. Yəni, ümumiləşdirsək, proses olaraq operativlik, həmçinin hesabatlıq mexanizmlərinə əsas təkan verəcək məsələ tapşırıqdır.